Giriş hissə əsasında müəyyən etmək olar. Hadisənin uşaqlıq illərində baş verdiyini bəli müəyyən edə bilərik. Çünki mətnin giriş hissəsində qeyd olunur ki, mən kənddə yaşayan imkanlı qohumlarımın himayəsində böyümüşəm. Yəni orada böyüyübsə, deməli uşaq vaxtından orada yaşayıb. Həmçinin tərbiyəçisinin olduğunu vurğulayır. Tərbiyəçi də uşaq yaşlarında təyin olunur. Buna əsasən deyə bilərik ki, hadisələr uşaq yaşlarında, uşaqlıq illərində baş verib. Əsas qəhrəmanların xarakterləri sonrakı abzaslarda açılır. Müəllimə münasibəti də biz sonrakı abzaslarda görürük. Müəllimin işdən qovulmasını görürük. Mətnin bir uşaq tərəfindən yazıldığını, bu mətn bir uşaq tərəfindən danışılsa da, onun nitqi ilə verilsə də, onun tərəfindən yazıldığını demək olmaz. Problemin mahiyyəti isə ümumiyyətlə problemin mahiyyəti və nəticəsi yalnız əsas hissədə özünü göstərir, əsas hissədə qeyd olunmuşdur.